Bağışlayan və mehriban uca Allahın adı ilə. Allahın salavat, salamı olsun Peyğəmbərimiz və onun pak ailəsinə. Salamlayıram əziz izləyicilərimiz sizi. Quran surələrinin oxunmasının hansı savabları var və onları oxumasının insanın həyatında hansı təsirləri var, o haqda danışırdıq. Mövzumuz Quran surələrinin xüsusiyyətləridir. Biz Fatihə surəsi haqqında danışmışdıq. Bu verilişimizdə inşallah Quran-ı Kərimin 2-ci surəsi Bəqərə surəsi haqqında danışaq. Bəqərə surəsi Mədinədə nazil olub və Quran-ı Kərimin ən böyük surəsidir. 286 ayədən ibarətdir. Maraqlı məlumatlardan biri də budur ki, Quran-ı Kərimin ən böyük surəsi olan Bəqərə surəsində yerləşən 282-ci ayəsi Quran-ı Kərimin ən böyük ayəsi olaraq bilinir. Bəqərə surəsinin adlarından biri də Fustatul Qurandır. Fustatul Quran, fustat yəni xeymə deməkdir. Necə insanlar xeymənin altında daldalanarlar, Quran-ı Kərimin Bəqərə surəsinin adı fustat bu mənayadır ki, Quran-ı Kərimin ümumi məfhumu bu surənin içərisində toplanıb. Əhkam ayələri, əxlaq ayələri və demək olar ki, Quran-ı Kərimin bütün mövzuları təqribən bu surənin içərisində cəm olubdur. Bu surəni oxumağın çox böyük savabları var. Peyğəmbərimiz Allahın salavat və salamı olsun ona və onun pak ailəsinə. Peyğəmbərimiz belə buyurur: bu surəni tilavət edənə Allahın salavatı və rəhməti nazil olar və bu surəni tilavət etməyin savabı bir il Allah yolunda cihad edib İslamı müdafiə edənin savabı qədərdir.